Əziz yaycılar, bugün elə bilirəm hamımız üçün önemli bir gündür, güzel bir gündür. Hem yaycı üçün, hem rayonumuz üçün, hem etraf kəndlər üçün, mən deyərdim elə Naxçıvanımız üçün burada önemli bir hadisə baş verir ve biz bu tədbirə başlayacağıq. Birinci olarak himn oxunacaqdır. Sonra şəhidlərimizin ruhuna bir dəqiqəlik sükut elan olunacaq ve sonra tədbirimiz devam edəcək. İndi isə xahişim odur ki, ilk əvvəl ümumilli liderimiz Heydər Əliyevin və vətənimizin azadlığı, suverenliyi uğrunda canından, qanından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək. Ben bilirəm ki, Moskvadan da qonaqlarımız var, hər yerdən qonaqlarımız gəlib, sağ olsunlar, vaxt ayırıb gəliblər və əziz qonaqlar, əziz yaycılar, bugün mən sizi bu barlı, bəhərli payız günündə ürəkdən salamlayıram. Bugün hamımızın elə bilirəm ki, xoş əhval-ruhiyyədəyik hamımız, bu da səbəbsiz deyil, hamımıza bəllidir ki, bugün yəni belə bir gözəl, möhtəşəm binanın qarşısına toplanmışıq. Bu bina yenicə inşaatçılar tərəfindən inşa olunub, başa çatdırılıbdır və bu bina bugün qapılarını sizin, bizim üzümüzə açacaqdır. Bu bina insanlara xidmət göstərəcək. Bu bina kəndimizin ikinci mərasim evidir və bu mərasim evində də insanlara nümunəvi xidmət göstərmək üçün hər cür şərait yaradılıbdır. Bunu özünüz də İndi də görəsiniz, sonra da görəsiniz. Və onu qeyd edeyim ki, bugün mərasim evi olmaqla barabar, mərasim evi həm də onu deyim ki, kəndin ən belə axarlı, baxarlı yerində, gəlimli gedişli yerində inşa olunubdur və kəndimizə xüsusi bir gözəllik bəxş eləyir, kəndimizə yaraşıq verir və həm də o əsas yolların qovşağında yerləşir ki, bura gəlmək də, getmək də asandır. Və bir də bu bina ona görə əlamatlardır ki, bu bina həm də bir tarixi memarlıq nöqteyi nəzərindən çox qiymətlidir və mən elə bilirəm ki, yaycı cəmaatı, yaycılar həmişə bu adıyla
fəxr eləyəcəklər bu bina ilə, bu tarixi bina ilə qürur duyacaqlar. Və bu binanın bir önəmli cəhəti də var ki, bu binaya dövlətimiz vəsait ayırmır. Bu bina şəxsi vəsait hesabına xeyriyyətçilik məqsədi ilə inşa olunubdur və yaycılara hədiyyə verilir. Və bu binanı demək olar ki, yəni kənardan gələnlər yox, elə yaycıların özləri inşa ediblər. Əliyevlər ailəsi inşa edibdir. Mən onları bir daha ürəkdən alqışlayıram, sağ olun deyirəm və qısa olaraq burada bir haşiyə çıxım ki, bu binanın qarşısına lövhə vurulubdur. Orada 3 şəxsin adı yazılıb. Onların adını bir daha sizə də çatdırmaq istəyirəm. Sonra tədbirimiz davam eləsin. Və orada birinci ad belədir. Bu, yəni işin təşkilatçısı, təşəbbüsçüsü və sponsoru Hacı Ələkbər Səfəroğlu Əliyevdir. Yəni Ələkbər Əliyev, bilirsiniz ki, hamınız tanıyırsınız, uzun müddətdir Moskvada yaşayır, iş adamıdır. Onun həyat yoldaşı Hacı Mehriban Əliyeva da iş adamıdır. Bu ailəni hamı xeyirxah ailə kimi tanıyırlar. İndiyə qədər saysız hesabsız insanlara kömək göstəriblər. Elə Moskvada da, Bakıda da, Naxçıvanda da, kəndimizdə də. Allah onları var eləsin deyirəm və keçən il mənim də Hacı Ələkbərlə ilə telefon söhbətim olanda Ələkbər bildirdi ki, kəndə nəsə eləmək istəyirəm. Dedi ki, belə bir mərasim evi getirmək istəyirəm. Doğrudan da çox sevindim, çox alqışladım və özü də dedi ki, yəni bunun bütün xərclərin özüm boynuma çəkirəm. Və Ələkbər sözünün üstünə durdu. Axıra qədər fasiləsiz olaraq bu vəsait ilə təmin elədi və bu iş vaxtında başa gəldi. Və bu binanın belə vaxtında başa gəlməsinin ikinci bir səbəbkarı da İbrahim Əliyevdir. İbrahim Əliyev uzun illər rayonumuzda rəhbər vəzifələrdə işləyibdi. Hamı tanıyır. Bir cümlə ilə qeyd edeyim ki, indi də Ələkbər İbrahim müəllimi böyükdən kiçiyə hamı tanıyır. Özün hamıya da sevdirməyə bacarıbdır. İndi Bakıda çalışır, Yollar Nazirliyində məsul vəzifədədir və bu tikintinin memarı məhz İbrahim müəllim oldu. Özü də memardır, boynuna çəkdi və sonraki bütün təşkilati işləri də axıra qədər davam etdirdi. Yəni, çox uğur ilə bu işləri gördü. Yəni, Naxçıvanda döymədi, qapı qalmadı, hamısına da uğurla nail oldu. Və burada üçüncü adam da Cəfər Abbasovun adı yazılıb. Bu binanın yəni, aparıcı bir mühəndisi kimi, icraçı mühəndis kimi Cəfər müəllimin də adı yazılıb. Cəfər Abbasov bu Əliyevlər ailəsinə də ən yaxın bir insandır və Cəfər haqqında, Cəfər bizim dostumuzdur, mən də Cəfər deyə müraciət edirəm. Yəni bu tikinti başlayandan axıra qədər burada gecəli gündüzlü çalışıbdır. Onun zəhməti çox böyük olubdur. Həqiqətən də onun o qətiyyəti, onun prinsipallığı, onun işin üstündə can yandırması ona nəticələnib ki, bina keyfiyyətlə təhvil verilib. Yəni bir sözlə bu üçlük birləşərək, bir də mən burada fürsətdən istifadə edib inşaatçıların əməyini qeyd eləmək istəyirəm. Bu təşkilatçılar başda olmaqla bütün inşaatçılara öz minnətdarlığımızı bildirmək istəyirəm. Və bir də Əliyevlər ailəsi, burada Əliyevlər ailəsinin böyük övladları Vəli müəllim, Sadıq müəllim, indi üzürlü səbəb olub gələ bilməyən Məmməd müəllim, kiçik qardaş kimi Rizvan müəllim, hamısı bacılı qardaşlı, yəni bu işə dəstək olublar, kömək olublar və bu iş el birliyi, yəni ailə birliyi nəticəsində, fikir birliyi nəticəsində belə gözəlliklə baş tutub və indi bugün yenə dediyim kimi qapıların sizin üzünüzə açacaqdır. Və mən bir şey demək istəyirəm. Vəli müəllim, yəni Əliyevlər ailəsinə deyirəm. Siz həqiqətən də böyük bir işə girişdiniz. Yəni çox böyük işə. Bu 5 manatlı, 3 manatlı iş deyil. Çox böyük bir xeyriyyə tədbiridir. Mən deyərdim, Azərbaycan qədimdən o xeyriyyə işlərinə həmişə meyilli olublar və uzun bir fasilədən sonra bugün yəni müstəqil Azərbaycanımızda bu işlərə geniş yer verilir
hörmətli prezidentimiz də bu şeylərə çox diqqət yetirir. Muxtar Respublikamızda da bu işlər gedir və yaycıda deyərdim, ilk böyük xeyriyyə işini məhz Ələkbər müəllim, sizin bu işlər, yəni bu yaycının bu mərasim evi, demək, ilk böyük hədiyyə kimi mən sayıram və sizin bu hədiyyəzi mən elə bilirəm kəndimizin cəmaatı məmnuniyyət ilə qəbul edəcək və sizə buna görə minnətdarıq, sizi təbrik edirik ki, belə bir işi axıra çatdırdınız və mən bir şeylə şahidiyəm ki, kənddə həmişə söz-söhbət qulağıma həmişə dəyərdi ki, bu iş başlayandan hamı duası idi sizlərə. Bax, yenə deyirəm, bundan sonra da illər uzunu bu kəndin cəmaatı sizi qiymətləndirəcək. Siz bizim cəmaatın gözündə nə qədər yüksəlmişsiniz, bunu bəlkə də özünüz fərqinə varmısınız, amma biz bunu bilirik, hər bir qədir bilən insan bunu qiymətləndirir. Bu çox böyük işdir ki, Ələkbər müəllim, bu işi siz belə axıra çatdırmışsınız hamılığı ilə. Bir daha deyirəm, sizin hədiyyənizi biz qəbul edirik, məmnuniyyət ilə, çox sağ olun, var olun, bunu hamı deyir. Mən istəyərdim ki, çox vaxtınızı almayayım, indi sözü çıxış edənlərə versəm, onlar da öz fikirlərini bildirəcək və mənim dediklərimi yəqin ki, təsdiq edəcəklər. Mən ilk sözü kəndimizin ağsaqqalları adından, kəndimizin hörmətli şəxsi, həmişə yaxşı işləri ilə fərqlənən Abbas müəllimə, Rəcəbov Abbasa vermək istəyirəm. Buyurun Abbas müəllim. Çox hörmətli tədbir iştirakçıları, kəndimizə uzaqdan, yaxından gələn qonaqlar, bugün kəndimizin ictimai həyatında çox mühüm bir hadisə baş verir. Bu bina kəndimizdə çox lazımlı, çox önəmli, çox ehtiyac olan bir bina idi və çox şükür Allaha ki, bu bina tikildi, başa çatdı. Ləyaqətlə başladılar, şərəflə qurtardılar. Mən kəndimizin ziyalıları adından bu binanın tikintisində iştirak edən hər bir kəsə və xüsusilə Hacı Ələkbərə, onun qardaşlarına sağ olun deyirəm, minnətdarlığımızı bildiririk. Sağ olsunlar ki, onlar bu işi başa çatdırdılar. Mən elə bilirəm ki, Əliyevlər ailəsinin tərifə ehtiyacı yoxdur. Onlar bu işi ona görə eləməyiblər ki, kimsə onları tərifləsin, kim də onların tərifinə desin. Yox, onlar ona görə bunu eləyiblər ki, onlar bu kəndə bağlıdırlar. Onlarda yaycılı olmaq qüruru var, iftixarı var. Yazıya olan məhəbbətləri, yazıya olan sevgilərinin, yazıya olan bağlılığın ucbatından onlar bu işə qol qoydular və şərəflə başa çatdırdılar. Sağ olun, minnətdaram. Çox sağ olun Abbas müəllim bu gözəl sözlərinizə görə. Və mən bir məsələni yeri gəlmişkən qeyd edeyim ki, bugün bizim bu tədbirə rayonun rəhbərliyi də gəlməli idi. Hörmətli Sarı xanım, yəqin ki Sarı xanımı hamınız tanıyırsınız, bizim ona çox böyük hörmətimiz var. Onun böyük vacib bir işi çıxdığı üçün Naxçıvana çağırılıbdır, bura gələ bilməyib. Elə onların da adından mən sizin hamınızı təbrik edirəm bu işlərə görə. Və nümayəndə bilirəm də, buradadırlar, nümayəndələr burada biz görüşdük. Amma onlar da məndən xahiş elədilər ki, mən elə onların adından bir daha yəni bu təbriklərimi çatdırım, bu sevincimi isar eləyim. Çox sağ olun, var olun, elə bir gəlmisiniz. Və indi isə sözü kəndimizin gözəl ziyalılarından biri Vaqif müəllimə, Vaqif Abdullayevə verirəm. Buyurun Vaqif müəllim. Çox sağ olun Fərəş müəllim. Hörmətli qonaqlar, əziz kənd sakinləri, bugün kəndimizdə çox önəmli, əlamətdar bir gündür. Bugün kəndimizin, belə deyək ki, bir ildən artıqdır ki, təməli qoyulan mərasim evi artıq hamımız birlikdə onun açılışına yığışmışıq. Bu bina təkcə bir tikili deyil, bu bina xeyirxahlığın, belə deyək ki, insanlığın ən bariz nümunəsidir. Mən bu xeyirxah işin sahibi olan, uzun illərdir ki, Moskva şəhərində yaşayan iş adamı Ələkbər müəllimə bütün hamımızın adından, kənd cəmaatı adından öz minnətdarlığımı bildirirəm. O
Ələkbər müəllim bu işi görməklə kəndini, adını yüksəklərə uzatdı. Onunla bərabər olaraq insanlara diqqət və qayğının bariz nümunəsini verdi. Bu mərasim evi hər birimizin huzurlu günündə bizləri bir araya yığacaq. Birliyimizi bir ocaq kimi birləşdirəcəkdir. Bugün hər birimiz əmin olduq, şahid olduq ki, insanlara xidmət göstərmək, onlara diqqət və qayğı göstərmək, eləcə də xalqına xeyir vermək ən böyük bir dəyərli varlıqdır. Allah bu xeyirxalq işi həyata keçirən Ələkbər müəllimə, onun ailə üzvlərinə, bütün yaxınlarına can sağlığı, uzun ömür, xoş günlər versin. Bununla bərabər olaraq bu tikintidə əməyi keçən hər kəsə kənd cəmaatı adından, xüsusən də Fərəş müəllim də qeyd elədi, bu işin icraçıları İbrahim müəllimə, eləcə də Zəfər müəllimə öz minnətdarlığımızı bildiririk. Bununla bərabər olaraq bu yeni mərasim evinin tikilişi münasibəti ilə bütün kənd cəmaatını səmimi qəlbdən təbrik edirəm. Hər birinizə can sağlığı, uzun ömür, işlərinizdə uğurlar arzulayıram. Çox sağ olun. Sağ olun. Çox sağ olun Baqir müəllim. Və bugün bizim bu tədbirimizdə kəndimizin dindarı, axundu, hamımızın hörmət bəslədiyimiz Hacı İlham iştirak edir. Mən onu mikrofona dəvət edirəm. Bismillahirrahmanirrahim. Əziz qonaqlar, əziz yaycılar, məndən əvvəl qeyd edildiyi kimi bugün kəndimizdə mühüm əlamətli bir hadisədir. Kəndimiz üçün böyük bir nemət, böyük bir hədiyyədir mərasim evinin açılışı. Və qeyd edildiyi kimi bu mərasim evini Yaycı kəndinin iş adamı, xeyriyyəçi Hacı Ələkbər müəllim və onun ömürgün yoldaşı Hacı Mehriban xanımın maddi vəsaiti hesabına tikilib Yaycı kəndinin istifadəsinə verilmişdir. Mən Allah Teala'dan hər ikisinin valideynlərinə, dünyasının dəhşən əzizlərinə rəhmət diləyirəm. Allah Teala özlərinə can sağlığı versin, Allah Teala balalarını saxlasın, Allah Teala ruzilərin, qazancların bol etsin ki, bundan sonraki bu xeyri işlərində qazanclarını istifadə etsinlər. Və ona da qeyd edim ki, bu xeyriyyə işi Ələkbər müəllimi və Mehriban xanımın yəni birinci işlər deyil. Yaycı kəndimizdə və kənarda neçə insana, xəstələrimizə əvvəldə xeyriyyəsi edib köməklik göstərmişdilər. Bir daha Allah Teala onlardan razı olsun, Allah Teala dünyasının dəyişənlərinə rəhmət eləsin. Və bu nümunəvi işdən Yaycımız kəndinin qalan iş adamları, yəni imkanlı şəxsləri nümunə götürsünlər, kəndimiz üçün lazım olan xeyriyyə işlərində iştirak eləsinlər. Və qeyd edilən kimi bu işdə əməyi olan İbrahim müəllim də Zəfər əmidən də Allah Teala razı olsun. Allah Teala onların dönənlərinə rəhmət eləsin ki, bu işləri də rəhbərlik elədilər, axirət çatdırdılar. Çox sağ olun, var olun. Allah hamımızdan razı olsun. Çox sağ olun. İndi isə hamımızın, bütün rayonun sevimlisi olan Hacı Hüseyni mən dəvət edirəm bura. Buyurun Hacı. Gəlin, gəlin. Bismillahirrahmanirrahim. Hörmətli tədbir iştirakçıları, bir neçə dəqiqə vaxtı zalım, insanın pulu olmaqla deyil, insan gərək ürəyi ola, o pulu xərcləməyə, o pulu Allah yolunda, o pulu haqq yolunda, ədalət yolunda xərcləməyə gərək ürəyi ola. Bugün Hacı Ələkbər müəllimin, Mehriban xanımın, Hacı xanımın və Əliyevlər ailəsində bu ürəyi gördük biz. O ürək pulun çoxluğuna, o qədər sərvətli, pullu, imkanlı adamlar var. Amma bu ürəyi daşıyacaq insanlar dünyada az olur, tək-tək olur. Və bizim dinimiz, burada danışan natiqlər məsələyə dünyəvi yöndən də danışdılar. Amma mən bir üxrəvi yöndən, axirət yönümündən deyirəm ki, gözəl insanların gözəl övladları olur. O övladlar nə qədər bu həyatda yaşayırlar, yaxşı əməllər eləyirlər, gözəl əməllər eləyirlər və o valideynlərin dünyadan köçsələr də, bugün
bu işi görənlərin valideynləri həyatda yoxdur, görmürlər. Amma onların salih əməl dəftərləri açıqdır, bağlanmayıb. Nə qədər bu bina var, nə qədər bu mərasim evi var, onların valideynləri ilahi rəhmətin aparacaqdır. Həm də bu mərasim evi bir dini ocaq oldu. Məscid hökmündə oldu. Niyə? Həm burada namazlar qılınacaq, namazxanası vardı, namazlar qılınacaq, Qur'anlar oxunacaq, dualar olunacaq və ibadətlər olunacaq. Hər bir ibadətin də savabı birbaşa bu işi görənlərin, dünyadan köçənlərin ruhuna və eyni zamanda həyatda qalan, sağ olanların da sağlığı üçün bir duadır. Bugün düzdür, bəzən məsələn bu işi görən adam tərif istəməz, deməz ki mətə, amma biz insan olaraq bizim borcumuzdur bu tərifi deyək. Çünki yaxşı əməli dəyərləndirməsən, xeyir əməlləri, xeyirxalq işlərə düzgün, dürüst qiymət verməsən, onda ədalət olmaz, haqq olmaz. Bugün Hacı Ələkbər əminin gördüyü bu işi biz bir müsəlman olaraq, bir insan olaraq cəmiyyətimizin hər biri dəyərləndirməlidir. Namazında, niyazında, bütün işlərində onlara dua eləməlidir. Ələkbər əminin övladlarına, ailəsinə, Hacı xanım Mehriban xalıya dua eləməlidirlər. Bizim dualarımız onlarla olmalıdır. İbrahim müəllimə və Cəfər əmiyə və bütün burada əməyi keçənlərə dua olunmalıdır. Çünki onlar duaya layiqdirlər. Biz onlar layiq olduğu üçün o duaları eləyirik. Allah sizlərdən razı olsun. Allah sizi yerin göğün, sağın solun, xata bəlalarından qorusun. Rəbbimin ilahi nəzarəti sizin üzərinizdə olsun. Var olun ki, xeyir əməlləriniz davam eləsin. Sağ olun. Çox sağ olun Hacı. Allah sizi var eləsin. Allah sizi bizlərə çox görməsin. Sağ olun. Və əziz qonaqlar, əziz yaycılar, bizim tədbirimiz yavaş-yavaş finala doğru gedir. Mən burada elə müraciət edirəm. Bəlkə kimsə elə belə danışmaq istəyər, kimisə ürəyi necə deyirlər dolursa, mikrofon onlar üçün açıqdır. Kim istəsə danışa bilər. Və əziz qonaqlar, əziz yaycılar, indi isə mən istəyirəm ki, sözü vereyim Əliyevlər ailəsin. Elə hamısının yanı, hamısı buradadır, elə bir dəvət olunub və kim istəsə burada ürək sözlərini bildirə bilər. Təbii ki, burada yaşa görə, ağsaqqallığa görə Vəli müəllimdir. Vəli müəllim, siz buyurun. Çox sağ olun, əziz həmyerlilərim. Mən sizin hamınızı salamlayıram, bağrıma basıram. Biz sizinlə yaşamışıq həmişə, həmişə bizim fikrimizdə olmuşsunuz. Biz istəməsək də həyat belədir ki, insan bu dünyaya gəlir və vaxtı satanda bu dünyadan köçür. Yaşayanların da, həyatda olanların da borcu odur ki, onları ehtiramla, hörmətlə yola salsın. Belə bir şəraiti yaratdığına görə mən Ələkbər qardaşıma, Mehriban bacıma, İbrahim qardaşıma, Cəfər qardaşıma, çünki bunların hamısının böyük əməyi olub. Düzdür, Ələkbər bu işin təşəbbüskarıdır, sponsorudur. Ancaq qalan işlər də çox ağır işlər olub. Bilirsiniz, burada gözünüzün qabağında baş verib. Mən onlara təşəkkürümü, minnətdarlığımı bildirirəm. Bizim kəndin cəmaatı çox qeyrətli cəmaatdır. Mən hələ uşaqlıqdan biz hamımız görmüşük ki, hər hansı bir evdə bir hadisə baş verəndə hamı tökülüb gəlir. Hamı kimliyindən asılı olmayaraq. Ona görə də sizin üçün belə bir şəraitin yaradılması halaldır. Belə bir şəraitdə o dünyasını dəyişmiş insanları yola salmaq halaldır, lazımdır. Allah cavanlara dəyməsin. Vaxtı satan onsuz da getməlidir, qoy hörmətlə getsin. Sağ olun, var olun. Buranı Allah eləsin ki, yalnız vaxtı satan insanlara istifadə olunsun. Sağ olun. Sağ olun. Ay Fərəş. Buyurun, Əlvanım, buyurun. Əziz tədbir iştirakçıları, kənardan gələnlər və yerli cəmaət, hamımız bura yığışmışıq bir məqsədlə deyildi. Mən bunları təşkil eləmək istəmirəm. Sadəcə olaraq mən sizin diqqətinizə bir şey çatdırmaq istəyirəm.
Biz hamımız bu kətdə yaşayırıq, bu kətdən ayrılırıq, sonra gəlirik. Sadəcə olaraq burada bir şey mən qeyd eləmək istəyirəm. Əliyevlər ailəsi ilə biz də yaxın olmuşuq, bir-birimizə hörmətimiz olur. Ancaq bu xeyriyyə əməli bu ailəyə himdən gəlir. Buna görə də biz ilk növbədə rəhmətli Səfər əmi ilə Əlmaq ailəyə minnətdar olmalıyıq ki, belə övladlar tərbiyə eləyibdir. Ondan sonra istafət gəlibdir Vəli qardaşımıza. Vəli müəllim bu ailədə ağsaqqal kimi, bu ailənin bir yerdə cəmləşməsində, irəli getməsində xüsusi rolu olubdur. Ondan sonra Sadıq müəllim. Mən bu ailəyə öz minnətdarlığımı ona görə bildirirəm ki, həmin o zəhmətkeş öz ata-analarına bu kənd durduqca, tarix durduqca bir rəhmət bulağı bəxş edib getdilər. Mən sizin hamınıza minnətdarlıq edirəm. Sağ olun. Çox sağ olun. Əziz qonaqlar, əziz dostlar, yaycılar, bununla bu tədbirimizi başa çatdırırıq və mən də sonda demək istəyirəm ki, Vəli müəllim, Sadıq müəllim, hamımızın adında çəkməyə ehtiyac yoxdur. Siz tarixi bir iş gördünüz, bunu kəndimiz də çox düzgün qəbul edəcək və nə qədər yaycı var, nə qədər bax belə abidə var, sizin adınızda əbədi yaşayacaqdır. Çox sağ olun və əziz qonaqlar, bir daha sizin hamınıza minnətdaram ki, vaxt eləyib gəlmişsiniz. Allah sizi həmişə xoşbəxt eləsin, ən gözəl günlərin sizə nəsib eləsin. Çox sağ olun və indi içəridə xahiş edirəm, birazdan yəni içəri dəvət olunursunuz, orada çay süfrəsi təşkil olunubdur. Sağ olun, var olun.
geldi, iyilerdi, yeme. Kuluna bu ihsanatı, bu binanın savabını hediye ederiz Səfər əmin ruhuna, Əlmən Ələnin ruhuna və Fatmanın Mehruat alanın da atasının anası, odaqlarından ölüb gedənlərin ruhları olsun. Şad, özlərində Ələkbər əminin özünün, bazılarının, ailəsinin, bütün sevənlərin sağlığı üçün Allah rızası üçünlər. Fatiha. Allah rahmet eylesin. Allah'ım